Yanlış fikirləri müəyyən edin. Yanlış fikirləri. Ağlayan, güləyən. Yazıbdır ki, antonimlərdir. Ağlayan sözündə demək ağla sözün köküdür. Ya bitişdirici an fe'li sifət çəkiltisidir. Güləyən sözündə gül sözün kökü, əyən fe'ldən sifət düzəldən şəkiltisidir. Bunlar antonimlər deyirlər. Antonimlər eyni nitq hissəsinə aid olmalıdır. Ağlayan başlanğıc forması nədir? Ağla. Yəni fe'ldir. Güləyən başlanğıc forması elə güləyən. Güləyən adam. Necə adam? Biri fe'ldir, biri sifətdir. Demək antonim deyirlər. Şərik, ortaq sinonimlərdir. Doğru fikirdir. Çöhrə, sürət sinonimlərdir. Yanlışdır. Çöhrədən surət olsa sinonim olardı. Yəni surət sözünün mənası elə üz çöhrə deməkdir. Amma sürət deyəndə burada artıq fizikaya aid termin nəzərdə tutulur. 3 yanlışdır. Tezis, vətər, bəli, bunların hər ikisi nədir? Termin sözlərdir. Doğrudur. Cavabımız olmalıdır 1 və 3.